Tanınmış aparıcı Çinarə Əliyeva qızı Mədinənin dünyaya gəlməsinin 40-cı gününü ailəsi və yaxınlarının iştirakı ilə xüsusi məclisdə qeyd edib. Sosial şəbəkədə paylaşdığı görüntülər qısa zamanda izləyicilərin diqqətini çəkib. Səmimi və isti ab-havada keçən məclisdə ailə üzvləri bir araya gələrək balaca Mədinənin 40 gününü qeyd ediblər. Paylaşılan görüntülər izləyicilər tərəfindən çoxsaylı xoş arzular və təbrik mesajları ilə qarşılanıb.